Azərbaycan ordusunun yeni strategiyası, Vətən müharibəsindən sonraki məqsədi. Baku TV'nin Hərbi Xronika rubrikasının bu dəfəki buraxılışında müasir hərbi strategiyanın əsas anlayışlarından olan çəkindiricilik konsepsiyası və bu yanaşmanın Azərbaycan ordusunun inkişafında oynadığı rol diqqətə çatdırılıb. Bildirilib ki, döyüş başlamadan düşməni hücumdan çəkindirmək hərbi nəzəriyyədə ən böyük uğur hesab olunur və bu, siyasi, iqtisadi və hərbi gücün vəhdəti ilə formalaşır. Qeyd olunub ki, Vətən müharibəsindən sonraki dövrdə, xüsusilə 2025-ci il ərzində həyata keçirilən ordu quruculuğu tədbirləri məhz bu strateji məqsədə xidmət edir. Dövlət rəhbərliyinin ardıcıl siyasəti nəticəsində əldə olunan beynəlxalq mövqelər güclü, müasir və təminatlı ordu ilə tamamlanır. Rubrikada müdafiə sahəsində aparılan struktur islahatları, yeni qoşun növlərinin yaradılması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir silahlarla təchizatı önə çəkilib. Vurğulanıb ki, müasir şəraitdə güclü ordu həm də beynəlxalq əməkdaşlıqlar, təlimlər və təcrübə mübadilələri hesabına formalaşır. Bildirilib ki, 2025-ci ildə Azərbaycan ordusunun beynəlxalq hərbi fəaliyyəti xüsusilə intensiv olub. Qardaş Türkiyə ilə strateji müttəfiqlik çərçivəsində keçirilən birgə təlimlər, eləcə də Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlıq ordunun döyüş qabiliyyətinin və operativ uyğunluğunun artırılmasına xidmət edib. Sonda qeyd olunub ki, bu tədbirlər Azərbaycan ordusunun daimi inkişafını təmin etməklə yanaşı, onun etibarlı çəkindirici güc kimi mövqeyini möhkəmləndirir və ölkənin təhlükəsizliyinin etibarlı təminatına çevrilir. Dünya mediası Zemfiradan yazdı, Paşinyan sevindi. Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyalı müğənni Zemfira Ramazanovaya sevgisi Puçinin diqqətini çəkib. Axar, Az Global Info azda istinadən xəbər verir ki, nəşri Ermənistan Baş naziri Zemfiranı dinləyərək niyə kədərlənir, sərlövhəli məqalə yayımlayıb. Paşinyan sözügedən yazının skrinşotunu paylaşaraq o məsələ beynəlxalq mətbuata çatıb. Hamınızı sevirəm yazıb. Qeyd edək ki, bir qədər əvvəl Paşinyanın Zemfiranın PMML mahnısına qulaq asarkən kədərləndiyini əks etdirən kadrlar yayılıb. Bundan əvvəl Ramazanova həbs təhlükəsi səbəbindən Ermənistanda konsert dəvətini rədd etmişdi. Prezident yeni təyin etdiyi başçını bu səbəbdən işdən çıxardıb. Xəbər verdiyimiz kimi, bugün Prezident İlham Əliyev Nəsimi rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimovu vəzifəsindən azad edib. Axar, Az xəbər verir ki, Teleqraf bir ay öncə təyin olunan icra başçısının qısa müddət ərzində vəzifədən azad olunmasının təfərrüatını öyrənib. Məlum olub ki, Elxan İbrahimov rayon ərazisində bərpa quruculuq işlərində uyğunsuzluğa yol verib. Bununla yanaşı, o, rayon icra hakimiyyətinin kollektivi ilə xoş rəftar etməyib, bir sıra əməkdaşı işdən çıxarıb. İşdən çıxarılanlar arasında 4 ildir icra başçısının müavini vəzifəsində çalışan Ramiz Quliyev də olub. Ümumi narazılıq fonunda icra başçısı bir ay öncə təyin olunduğu vəzifədən çıxarılıb. Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 12-də bir sıra rayonlara icra başçısı təyin edərkən məmurlara xalqa xidmət etmək, xalqla bir yerdə olmaqla bağlı xəbərdarlıq etmiş, onlara təvəzzükar olmağı tapşırmışdı. Sizdən tələbim eyni zamanda xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir, deyə dövlət başçısı bildirmişdi. Putinin iqamətgahına hücum edildi. Ukrayna dekabrın 29-na keçən gecə Putinin Novgorod vilayətindəki iqamətgahına 91 ədəd PVO ilə hücum edib. Axar, Az xəbər verir ki, bu barədə Rusiya HN başçısı Sergey Lavrov deyib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri iqamətgaha hücum edən bütün pilotsuz təyyarələri məhv edib. Nazir əlavə edib ki, Rusiya cavab zərbələri üçün hədəfləri və onların həyata keçirilməsi vaxtını müəyyən edib. Lavrov bununla bağlı Rusiyanın danışıqlardakı mövqeyinə yenidən baxılacağını da vurğulayıb. Lavrov Rusiyanın danışıqlardakı mövqeyinə yenidən baxılacağını bildirib. Ukrayna prezidenti Zelenski isə bu bəyanatı yalan adlandırıb. O əlavə edib ki, Rusiya sülh danışıqlarında irəliləyişə xələl gətirmək istəyir və Kiyevdə hökumət binalarına hücum üçün zəmin hazırlayır.